Artıq hakimin son yoxlanışlarıyla Dinamo Ağdaş oyunu start götürəcək. Bu il Azərbaycan 2-ci liqasına çox gözəl başlayıb Bakının Dinamo komandası. Həmçinin də bu sözləri Ağdaşa da aid eləyə bilərik. Düzdür, komandada biraz problemlər olsa da Ağdaş komandasında onlar da bu il çempionatı, yəni 2-ci liqanı gözəl keçirdilər. Və birazdan hakimin son yoxlanışlarıyla Bakının Dinamo komandası Ağdaş oyunu başlayır. Birinci hissə. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyn Ağa. Gözləyirik. Və deyəsən, bu tərəfi də deyəsən göstərir kameramız. Təşəkkür edirəm Peşəkar Futbol Liqasının çəkiliş heyətinə. Və birinci hissə başladı. Dinamo, bu Ağdaş oyunu, yəni bu xarici Dinamo deyil, Dinamo Zagreb deyil. Bu Bakının Dinamo komandasıdır, yəni Bakını təmsil edir. Başlayan kimi hücum eləyir, əla pas, Ağdaş indi əks hücuma çıxır. Aha, riskli hərəkətlər gəlir Dinamo komandasından, kollektivindən. Görüşdə artıq 27-ci dəqiqə, 24-cü dəqiqə gelir, yəni 24-cü saniyə. Aha, pressing. Və əziz tamaşaçılar, bu görüş Futbol Saatı və Futbol Nəbzinin rəsmi YouTube kanalıyla birbaşa yayınlandadır. Artıq birinci dəqiqə başlayır görüşdə. Dinamo Ağdaş oyununda Sabah Şəmkirlilik oyunu var. Aha, pressing gəlir Ağdaşlan. Mən yenə də təşəkkürümü bildirim bizim təşkilatı dəstəyimiz. Çünki mən ona təşəkkürümü eləməsəm olmaz. Bizimlə çünki artıq əməkdaşlıq edirlər uzun müddət. Həm yəni futbol arenasına təşəkkürümü bildirirəm ki, yəni onlar artıq bizimlə 2021-ci ildən etibarən düz indiyə kimi əməkdaşlıq edirlər. Həm də Peşəkar Futbol Liqasının yəni rəhbərlərinə, həm Elxan Səmədova, həm də Elgiz Abbasova həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Aha, riskli hərəkətlər və gol! Dinamo hesabı açır 1-0. Və Dinamomuz hesabı açdı 1-0 görüşün ikinci dəqiqəsində. Oyuna başlayan kimi hesab açılır. Getdi. Gerek olan müəllif kimdir? İkinci dəqiqə başladı. Komandamızın golü müəllifi. Topada. Yürüdüne. Vayaseylo. Golun müəllifi Valey Hüseynov.
və indi Dinamo ikinci qolun axtarışına gedir. İndi Ağdaş görək fasiləyə qədər hesabı bərabərləşdirə biləcəkmi? Görüşdə artıq 4-cü dəqiqə gedir. Dinamo komandası pressing eləyir. Və artıq 4-cü dəqiqə gedir. Hesab 2-ci dəqiqədə açıldı. Və görüşdə artıq 5-ci dəqiqə başlayır. Başlayan kimi Bakının Dinamo komandası əks hücumda qol vurdu. İkinci dəqiqəyə az qalmış, ikinci dəqiqənin sonlarında artıq hesab 1-0 oldu. Aha, əla pas. Solcuna açılır. Görüşdə artıq 5-ci dəqiqə gedir. Dinamo indi ikinci qolun axtarışına çıxır. Əla pas. Və top meydandan çıxdı və korner olacaq deyəsən. Korner vuracaq Dinamo komandası. Artıq 5-ci dəqiqə yekunlaşır. Aha, pressinglər gəlir, əla pressinglər. Solcuna açılır. İndi əla pas. Aha, heç nə alınmadı. Artıq 6-cı dəqiqə gedir görüşdə. Bakının Dinamo komandası Neftçi futbol mərkəzində Ağdaşı qəbul edir və görüşdə 2-ci dəqiqədə Valeh Məmmədov hesabı açıb deyəsən 1-0. Artıq 6-cı dəqiqədə yekunlaşır. Cərimə zərbəsi vuracaq. Sərbəst atış vurdu Dinamo. Və qayda pozulub, hakim oyunu saxlayır. Görəsən niyə? Azərbaycan 2-ci liqasının mərkəzi oyunudur bu. Top meydandan çıxır və out Dinamo oldu. Out vuracaq meydan sahibləri. Artıq görüşün 7-ci dəqiqəsi gedir. Aha və out. Qazanır yenə. Təzyiqindən çıxa bilmir Ağdaşın Dinamo. Yəni təzyiq eləyir Ağdaş komandası. Aha, riskli hərəkətlər eləməkdən məşğuldur. Aha, riskli hərəkət eləmək olmaz çünki həm öz komandanın yoldaşlarını zədələyə bilər, həm də yəni rəqibin oyunçularını zədələyə bilər və oyundan kənar vəziyyət ofsayt qeydə alınır. 8-ci dəqiqə gedir görüşdə. Və gol deyil, qapıçı yerindədir deyəsən, top meydandan çıxdı. Artıq oyunda asta oyunun 2də 1 hissəsini geridə qoyuruq. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Bizim təşkilati dəstəyimiz Futbol Arenası səhifəsidir. Çünki
Artıq biz onunla 2021-ci ildən etibarən artıq 6 ildir ki, 5 ildir ki, əməkdaşlıq edirik. Və top meydandan çıxdı və qapıdan zərbə. Dinamo sol tərəfimdədir, Ağdaş isə sağ tərəfimdədir. Görüşdə artıq 9-cu dəqiqə gedir. Dinamo Ağdaş oyununda. Və pressing. Və artıq 10-cu dəqiqə, yox 9-cu dəqiqə yekunlaşır. 10-cu dəqiqəyə keçid alırıq. 10-cu dəqiqə başlayır görüşdə. Bakının Dinamo komandası Ağdaşı qəbul edir. Neftçi futbol mərkəzində. Hava pas. Və qapısı yerindədir. Ağdaşın qapısı, yox Dinamo'nun qapısı yerindədir daha doğrusu. Dinamo sol tərəfində dayanıb, Ağdaş isə sağ tərəfində dayanıb. Artıq 10-cu dəqiqədə yekunlaşır görüşdə. Riskli hərəkətlərlə yadda qalır. Və oyundan kənar vəziyyət. Hakim artıq məcbur olur əli ilə. Yəni oyundan kənar vəziyyəti sayır. Sərbəst atışla Dinamo topu oyuna daxil edir. Artıq görüşdə 11-ci dəqiqədə yekunlaşır. Hələ ki Dinamo Ağdaş oyununda hesab açılıb artıq. Erkən qol izlədik. 2-ci dəqiqədə Valih Məmmədov hesabı 1-0 etdi. Və Dinamo indi topu götürdü. Aha, pis yıxıldı. Amma qayda pozulub, sadəcə yerdə qalan oyuncular yoxdur. Və Azərbaycan 2-ci liqasının mərkəzi oyunudur bu. Və yerdə qalan oyuncu var. Ağdaşın heyətində 12-ci dəqiqə gedir artıq. Və xəbərdarlıq olunur Dinamo'nun oyuncularına və cərmə zərbəsi deyəsən Ağdaş vuracaq. Yox, cərmə zərbəsi deyil. Ağdaş deyəsən qaydanı pozmuşdu. Dinamo sərbəst atış vurdu. Artıq 13-cü dəqiqə gedir. Yenə riskli oynayırlar Dinamo'nun oyuncuları. La pas.
Ama pasında Ağdaşın əks hücumu başlayır. Qonaqların və gol! Hesab bərabərləşir 1-1. Görüşün 14-cü dəqiqəsində. Daha doğrusu 13-cü dəqiqəsində. 2 gol var artıq birinci hissədə. Maraqlı oyundu bu. Və artıq 13-cü dəqiqədə Elvin Məmmədov fərqləndi. Artıq Ağdaş hesabı bərabərləşdirdi. Mən düşünürdüm fasilədən sonra hesab bərabərləşir, amma Ağdaş komandası özündə iradə tapdı. Hücum qurdu, hesabı bərabərləşdirdi. Artıq 15-ci dəqiqə gedir. 13-cü dəqiqədə hesab bərabərləşib. Artıq iki komanda da ehtiyatlı oynayıb qələbə üçün oynayacaqlar yəqin ki. Aha, Ağdaş komandası riskli hərəkətlər eləyir. Həm komanda yoldaşlarını belə vəziyyətdə yəni zədələyə bilər, həm də rəqibin oyunçularını. Out Dinamo'nundur. Və artıq gələn həftə Azərbaycan 2-ci liqasında da və 1-ci liqasında da qış fasiləsi olacaq. Görək qış fasiləsinə qədər bu həftə nə cür oyunlar keçəcək. Dünən Şimal Hypes Kubu oyununda hesab bərabərə bitdi oyun, yəni 2-2. Görək bu oyunda da həmin hesab qeydə alınacaq, yoxsa qələbə qeydə alınacaq. Ağdaş indi pressing eləyir. 16-cı dəqiqə gedir artıq görüşdə. Aha, Ağdaşın əks hücuma başlayır. Ya Lapas. Görüşün artıq 15-ci dəqiqəsi də yekunlaşır. Yox, görüşün artıq 16-cı dəqiqəsi yekunlaşır və 17-ci dəqiqəsində keçid alırıq asta-asta. Azərbaycan 1-ci liqasının mərkəzi oyunudur bu. Həqiqətən yəni bu həftə maraqlıdır 2-ci liqa. Həm dünənki oyun maraqlıydı, həm də bugünkü oyun maraqlıdır. Ya pas. Daha Dinamo pressing eləyir. Ya pas. Şimdi Ağdaş topu ələ keçirdi. Qonaq komanda. Və Dinamo'nun qapısı yerindədir. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Artıq Azərbaycan 2-ci liqasının bu oyununda da deyəsən eyni hesab qeydə alınacaq. Novruz Əzimovun yetirmələri indi ikinci qolun axtarışındadılar. Aha! Və heç nə alınmadı bu hücumdan. Həqiqətən heç nə alınmadı. Görək digər hücumlarda həm Dinamo'nun həm də Ağdaşın oyunlarında görək
bu hücumlar nə ilə yekunlaşacaq? İndi Dinamo və out. Ağdaşındı deyəsən. Görüşdə artıq 19-cu dəqiqə başlayır. Oyunun artıq 2də 1 hissəsi geridə qalıb. Asta-asta artıq oyunun 3də 1 hissəsinə doğru gedirik. Yavaş-yavaş. İndi Dinamo Novruz Əzimovun yetirmələri pressing eləyəcək. Və Azərbaycan 2-ci liqasının mərkəzi oyununda görək hansı komanda qələbə qazanacaq. Artıq 20-ci dəqiqə gedir. Hər iki komanda bir gol vura biliblər. Biri ikinci dəqiqəsində hesabı açıb, biri də 13-cü dəqiqənin sonlarına yaxın hesabı bərabərləşdirdi. Və qapıdan zərbə ilə Ağdaşın qolkiperi topu oyuna daxil edir. Sabah bizim kanalda artıq Azərbaycan 2-ci liqası olmayacaq. Çünki Azərbaycan 1-ci liqası ilə başlayacaq. Çünki Moik Bakı Sportingi qəbul edəcək ya da bəli, Moik Bakı Sportingi qəbul edəcək ya da Bakı Sporting Moik'i qəbul edəcək, hələ bilinmir. Amma 1-ci liqadan həm yəni bu oyun canlı yayımlanacaq, yəni Bakı Sporting Moik, bir də İmişli Difaydi Ağsu görüşü canlı yayımlanacaq. Deyəsən korneri vuracaq Dinamo. Artıq 21-ci dəqiqə başlayıb. Və aha, riskli hərəkətlərlə Dinamo hələ də davam edir. Aha. Deyəsən oyuncu yerdə qalıb, amma aha, indi Ağdaş indi pressingini davam elətdirir, amma Dinamo bu hücumunun qabağını kəsir. Bravo. Görüşün artıq 21-ci dəqiqəsi də yekunlaşır. Aha, indi Ağdaş komandası ikinci qolun axtarışındadır. Siz də bizim futbol saatının və futbol nəbzinin rəsmi YouTube kanallarına abunə olmağı unutmayın. Və artıq deyəsən Dinamo komandası pressing eləyir. Yox, Ağdaş komandası pressing eləməyə çalışır. Artıq Azərbaycan 2-ci liqasının son oyunudur bu. Biz sabah Azərbaycan 1-ci liqasının oyunlarına başlayırıq. Ola bilsin Lerikin oyununda çəkək, amma görə indi nə olacaq. Və deyəsən qaydanı pozdu Ağdaş və Dinamo cərimə zərbəsi vuracaq. Novruz Əzimovun yetirmələri artıq görüşdə 23-cü dəqiqədə asta-asta yekunlaşır. Dinamo pressing eləyir. Şən.
Qayda pozulmayıb, qayda deyəsən pozuldu. Qapıçıya qarşı hakim oyunu dayandırdı. Artıq 23-cü dəqiqə yekunlaşır. Və Azərbaycan Azərbaycan 2-ci liqasının mərkəzi oyununda görək hansı hesab qeydə alınacaq. Ağdaş indi pressinqə əl atır. Və top meydandan çıxdı və qapıdan zərbə. Ağdaşın borcunu heç nə ilə yadda qalmadı. Görüşdə artıq 24-cü dəqiqənin sonuna da yaxınlaşırıq. Artıq oyunun 2-də 1 hissəsi asta-asta geridə qalmaq üzrədir. Siz də bizim YouTube kanalımıza abunə olun ki, bu cür maraqlı oyunların yeganə ünvanı bizim doğma kanalımızda. La pas. İndi paslaşır Ağdaşın oyuncuları. Artıq 25-ci dəqiqədə yekunlaşır. Ağdaşın əks hücumu təzədən başlayacaq deyəsən və top yenə də Ağdaşda qalır. Amma hələ də top Ağdaş komandasında qalır deyəsən yenə, çünki Dinamonun bu təzyiqləri bir işə yaramır, yəni ki. Out. Qazandı deyəsən, yerdə qalan Ağdaşın oyuncusu var. 26-cı dəqiqə artıq yekunlaşır. Artıq 26-cı dəqiqə yekunlaşır. La pas Ağdaşdan. Heç nə alınmadı.